Salam uşaqlar, söz verdiyim kimi 6 abunə gəldi və mən yeni videonu sizinlə paylaşıram. Bağışlayın, video biraz gedişdi, nəsə vaxt kanala girmirəm, ona görə də abunələrin sayını artdırma fikir verməmişəm. Yəni videolar biraz gedişib, bunun üçün üzrü hesab edin və hər kəs baxdığı üçün, yəni istimaya videonu çıxartdığım üçün həmin günü yerləşdirə bilmirəm. Bir müddət sonra yerləşdirmək olur, buna görə sizdən üzr istəyirəm. Yəni suyun üstünü dura bilmədim tam olaraq. Deməli, 6-cı səhifəni biz başlayaq yenidən etməyə. Deməli, başlayaq 3-cü misalımızda. Suallara uyğun dəyişənə olan ifadələri yazın. Dəyişənə verilmiş qiymətlərdə ifadənin qiymətini hesablayın və alınan nəticəni izah edin. Deməli, gəlin başlayaq. Birincidə, Rəvanın fikrindən A ədədi tutun. Bu ədədə 13 əlavə edib, alınan cəmi 6-ya vurduqda Kəmalinin fikrində tutduğu ədəd alınır. Deməli, Kəmalin fikrində hansı ədədi tutub? A bərabərdir 34, 31 olduqda Kəmalinin fikrini tutduğu ədədi izah edir. Deməli, burada həmişə kimi izahını yazmışam. Deməli, A üstə gəlir 13 vur 6, yəni ki, Rəvanənin fikrinə tutduğu ədədi A-dır. Həmin bu ədədin üstünə 13 gəlib 6-ya vurduqda Kəmələrin tutduğu ədədi eləyəcək. Cəmini bilmədiyimiz üçün, A-nı bilmədiyimiz üçün cəmini tapa bilmirik, ona görə cəmini X olaraq işarə edirik. Deməli, burada sonra bizə verir ki, A 31-dir, yəni ki, Rəvanənin fikrinə tutduğu ədəd 31-dir. Buna uyğun misalımızı hesablayırıq. 31 üstə gəlir 13 vur 6, 13-ü 6-ya vururuq, eləyəcək 78, 78-in də üstünə 31 gəlirik. Deməli, Kəmalin fikrində 109 ədədini tutub. Keçək növbətiyə. Deməli, növbəti misalımızda. İkinci. Murad fikrində M ədədi tutdu. Bu ədədi 3-ə bölüb, alınan qismətdən 16 çıxdıqda anaların fikrinə tutduğu ədəd alınır. Anaların fikrində hansı ədədi tutub, M bərabərdir 108 olduqda anaların fikrində tutduğu ədədi tapın. Deməli, gəlin tapaq. N vururuq 4-ə. Bağışlayın, bu birisi misaldır. Deməli, 2. M-i bölürük 3-ə, sonra 16 çıxırıq. Yəni ki, Muradın fikrində tutduğu ədəd M-dir. Biz bunu 3-ə bölüb 16 çıxdıqda anaların fikrində tutduğu ədədi alırıq. Məhsulda yenə ədəd olduğu üçün bilmirik cavabı neçədir, ona görə cavabı X olaraq işarə edirik. İndi burada deyir ki, Muradın fikrində tutduğu 108-dir, yəni M-i yerinə deyir 108 qoyun. Buna uyğun da 108-i 3-ə bölürük, ondan 16 çıxırıq. 108-i 3-ə böləndə 36 eləyir, 36-dan 16 çıxırıq, eləyir 20. Deməli, anaların fikrində tutduğu ədəd 20-dir. Keçək 4-cü misala. Velosipedçinin sürəti saatda 1000 kilometr. Motosikletçinin sürəti velosipedçinin sürətindən 4 dəfə çoxdur. Motosikletçinin sürəti nə qədərdir? M bərabərdir 11 olduqda motosikletçinin sürəti nə qədərdir? Deməli, 4-cü izahını yazmışam. Birinci riyazi ifadəmizi qurmalıyıq ki, biz aydın olsun. Sonra N-i yerinə ədədi qoyub, onu yazarıq. Deməli, ifadəmiz belədir. Velosipedçi N sürəti ilə gedir. Motosikletçi bunun 4 dəfə çox gedir. Yəni ki, 4 dəfə 14-də vurmaqdır. N-i 4-də vuranda, yəni N-ı bilmədiyim üçün cavab X alınacaq, yəni cavabı bilmirik. Deməli, ifadəmiz belədir. İkincisi deyir ki, N-ın yerinə 11 qoyun. Yəni, velosipedçi saatda 11 km-dən gedir, sürəti budur. Motosikletçi də bunun 4 dəfə çox olduğu üçün 11-i vururuq 4-də. Deməli, motosikletçi saatda 44 km-dən gedir. Deməli, keçək misal 5-ə. Misal 5-də deyir ki, şəhərlə kənd arasında məsafə 195 km-dir. Avtobus A kimi yol gedərsə, kəndə çatmaq üçün daha neçə kilometr yol getməlidir. A bərabərdir 128 olarsa, avtomobilin kəndə çatmaq üçün daha neçə kilometr yol getdiyini tapın. Deməli, gəlin hesablayaq. Birinci riyazi ifadəmizi quraq bayaq kimi, misal 5-in izahını burada yazmışam. Deməli, 195 km şəhərdən kəndə, kənddən şəhərin arasında 195 km var. Əgər avtobus A kilometr gedirsə, yəni ki, 195 kilometrin yarısını gedib də, yerdə nə qalıbsa onu getməlidir. İndi biz bunun avtobusun getdiyi, yəni A kilometr, avtobusun getdiyi A kilometr bundan 195-dən çıxırıq ki, görək bu nə qədər yol gedib. 195-dən onun getdiyi yol çıxırıq, yerdə nə qədər yol qalıb onu tapırıq. A-mız burada bəlli olmadığı üçün cavabı X alınır. Burada bizə sonra deyir ki, A əgər 128-dirsə, cavabımızı tapın. Biz də 195-dən 128-imizi çıxırıq. Görürük ki, avtobus 128 km gedib, 195-dən onu çıxırıq, görürük yerdə 67 km qalıb. Deməli, 67 km-də getdikdən sonra ünvanı çıxacaqlar. Keçək misal 6-mıza. Misal 6-da deyir ki,
Sərnişin qatarı hər biri 60 yerlik 14 vaqondan ibarətdir. Qatarda n sayda adam minərsə, neçə boş yer qalar? N bərabərli 785 olarsa, qatarın neçə boş yer qaldığını tapın. Deməli, burada da yenə məchul ədəddir. Gəlin məchul ədədimizə uyğun riyazi ifadə quraq. Deməli, 60-ı 14-ə vururuq. Ondan da n-ni çıxırıq. Niyə? Çünki burada deyir ki, 60 yerlik 14 vaqon. Yəni, hər 14 vaqonun hər biri 60 nəfər tutur. Zəmi 14 vaqonda nə qədər adam yerləşdirmək olduğunu tapmaq üçün biz 60-ı vuracaq 14-də ki, görək 14 vaqon nə qədər adam tutur. Sonra bunun n-ni çıxacaq. Çünki n-ni çıxacaq ki, görək nə qədər mənim adımları sayını tutduğu adamların yerindən çıxacaq ki, görək nə qədər adam yenə yerləşə bilər. Yəni, nə qədər artıq yerimiz qaldı. Nə qədər adam verəndən sonra. Yerindən burada məsul ədəd cavabımız x alınacaq. Burada da deyir n 785 olsa cavabı tapın. 60-ı vururuq 14-də. 840. 840-dan 785-i çıxırıq 55 edir. Deməli, 55 nəfər daha yerləşdirmək olar. Keçək misal 7-yə. Misal 7-də deyir ki, şəkildə kvadrat və düzbucaqlıdan ibarət mürəkkəb fiqur verilib. 1. Birinci sualımız. Verilən fiqurun sahəsi x ilə ifadə edin. Deməli, verilən fiqurun sahəsini x ilə ifadə edin o deməli ki, yəni ki, biz bayaqdan burada cavabı x ilə hesablayırıq, yəni o formada cavabı x ilə hesablayacaq. Burada kvadratdır. Kvadratında bilirsiniz ki, bütün tərəfləri bərabər olur. Birinci şeyimiz kvadratdır. Kvadratın hər tərəfi bərabər olur. Buna görə deməli, qalan tərəflər də 7-dir. Sahəsini tapdıqda da n-in uzunluğuna vururuq. Buna görə 7-ni 7-yə vuracaq kvadratın sahəsini tapmaq üçün. Baxın, burada yazmışam. 7-ni vururuq 2-yə. Çünki bağışlayın, burada 7-ni 2-yə vurmuşam. Amma əslində 7-ni 7-yə vurmaq lazım idi. Bu eləyəcək 49. Burada səhv yol verdiyim üçün üzrü sayın. Deməli, 7 vur 7 eləyəcək 49. Üstə gəl 8 vur x yazmışam. Çünki burada düzbucaqlının yanları bərabər olmur. N-in uzunu fərqli olur. Yəni 8-i vuracam x-ə, n-i tapacam. Burada x-in yerinə bizə ədəd verəcək. Ona uyğun tapacaqsa bu. Deməli, belə. Bunu cavabı x olaraq işarələdik. Keçək 2-yə. İkinci sualımızı yenə. X bərabərdir 3 olduqda ifadələrin qiymətini hesablayın. Gəl hesablayaq. Yəni x-in yerinə 3 qoyacaq. 7 vur 7, üstə gəl 8 vur 3. Bərabərdir 7-ni 7-yə vurduq, elədik 49. 8-də 3-ə vurduq, elədik 24. 49 üstə gəl 24. Deməli, eləyəcək. 49 üstə gəl 24. 3. Bu da 63-ə gedəcək. Burada 7 vur 2 yazdım, 38 almışam. Amma əslində cavab 63-dür. Buna görə sizdən üzr istəyirəm, bağışlayın. Çalışıram bir daha belə səhvlərə yol verməyim. İndi də o birisi misalımızı tapmaq üçün vərəqimizi çevirək. Çünki qalan izahatları vərəqin dalında yazmışam. Deməli, 8-ci. Şəkildə düzbucaqlı və kvadratdan ibarət mərkəb fiquru olur. Yenə bizim mərkəb fiqurumuz var. Və yenə deyir ki, verilən fiqurun sahəsini x ilə ifadə edin. Yəni, bayaq kimi edəcək. Burada birinci ədədimiz düzbucaqlı olduğu üçün n-in uzun fərqlidir. 6-nı 9-a vuracaq. Bu formada tapacaq. Deməli, burada 6-nı 9-a vurmuşam gördüyünüz kimi. 6 vur 9. Üstəcə 2x niyə yazmışam? Çünki burada kvadratın bir tərəfini x kimi göstərir. Kvadratın tərəfini tapdıqda x-ə vurmalıyıq. Bu da 2x eləyir. Yəni 2x elə 2x vur x deməkdir. Ona görə 2x formasında yazmışam. Deməli, bu cavabımız yenə x eləyəcək. Çünki yenə x-in yerinə nə olacaq onu bilmirik. 2-yə. 2-də indi bizim x-ə yerdən 4 verir. Deyir ki, x 4 olarsa bunu tapın. Biz də tapaq indi. X-in yerinə 4 qoyaq. 6 vur 9. Üstə gəl. 2 vur 4. 2 vur 4. Yəni ki, 4-ü 2-yə vurur. Burada yenə bayaq kimi 7 vur 2 səhv yazmışdım. Bunu da formada səhv yazmışam. Yəni, üzr istəyirəm sizdən. Əslində 4 vur 4 olacaqdı burada da. 6 vur 9 eləyəcək 54. 54-ün də üstünə gələndə 16 eləyəcək 70. Yəni, cavabımız 60 yox, 70-dir. Burada səhvlərə yol verdiyim üçün sizdən üzr istəyirəm. Deməli, keçək misal 9-a. Misal 9. Şəkildə paraleloqram və kvadratdan ibarət mürəkkəb fiqur verilib. 1. Verilən fiqurun perimetrini x ilə ifadə edin. Gəlin, yenə x ilə ifadə edək. Sizə burada bir şey vurğulayım. Baxın, burayla, bu hissə ilə, bu hissənin ölçüsü eynidir. Çünki burada deyir x santimetrdir. Mən burada qeyd eləmişəm, burada x santimetr olacaq. Niyə görə? Çünki bunlar eyni, yəni eyni yerdə yerləşir və ikisi də eyni uzunluqda olduğu üçün, yəni x ikisinə də aiddir. Yəni bunu verildikdə bunun cavabını tapmış olacaq. Yəni 12 vur x, üstə gəl x vur x.
Bayaq kimi, yəni 12 vurur 2 üstəgəl 2x. Bunu burada aydın yazmışım da h formasını yazmamışam. Deməli, keçək 2-yə. 2-də deyir ki, x bərabər 9 olduqda hesab edin. Yəni ki, 12 vur 9, üstəgəl 9 vur 9. Bu da eləyəcək 12-ni vuraq 9-a 108, 108-in də üstünə 81 eləyəcək 189. Belə uşaqlar, yenə səhifəmizi bitirdik, 6-cı səhifəmizi bitirdik. Gələn dərsimiz bu olacaq. Burada məsələlərimiz var. 7-ci səhifədə bunları sizə izah edəcəyik. Bunu da inşallah sizinlə 8-ci abunə tamam olduqda izah edəcəyik. Belə uşaqlar, abunə edib like etməyi unutmayın. Sağ olun, sağlıqla qalın. Ümid edirəm izah etdiklərimi başa düşdünüz. Əgər başa düşməsəz sizə dediyim kimi yorumlara yaza bilərsiniz. Sağ olun, sağlıqla qalın.